Qarabağ atletik oyununa baxıram. Orada nə mənası var, o bayrağı orada açıbdı. Sarsağın bayrağını sonra da qatladı qoydu yerinə. Hə, düşdü qoydu arxa cimliyi bilmirəm harasa. Adama deyərlər eləməyin də, bir dəfə olar, iki dəfə olar, üç dəfə olar, dörd dəfə olar, beş dəfə olar. O bir əski parçasıdır. Bir dəfə onu beyninizdə soxun ki, ondan sizə xeyri gəlməz. Küçədə də əllərdən alıb bükür, dalın demirəm də, ayıbdır. Yaxşı ki, əskin üstündə sapı olmayıbdır. Hələ sapı olsaydı daha ağır fəsadlar ola bilərdi. Sonra da dünya car çəkəcəklər ki, əlimizdən bayrağımızı alıblar, sapı belə, o da bayraq deyil, yəni elə belə bir əski parçasıdır. Bir-iki il əvvəl İlham Əliyev onu tapdalayıb, üstündən keçibdir, taba ondan bayraq olmaz. Arsakara getdi, görbəcör oldu. O İspaniyada aparıb yerlətdiyiniz əski parçasının üstündə, hal-hazırda Ruberinlə Ayariki Bakıda yerləyirlər. Vəbşə mən beynimlə çox oynayırsınız siz. Qarabağ komandası oynayır, aparıb əski parçasını orada asıblar, siz utanmırsınız heç. Bu qədər axmaqlıq olar, üstündə bir unutan şəkil olan bayrağın İspaniyada futbolunda nə işi var, mən başa düşəmirəm. Bilmirəm ki, bunlar hamı Sarkisiyan başının altından çıxır. Sən olanı da aparıb soxduracam səni, mənim üçün fərqi yoxdur.